Əlinə rumkanı götürüb, Allah canımı sağ eləsin, pis günümüz belə keçsin deyənlər ilə, sən çəkənlərlə, sən zina eləyənlərlə, sən oğurluq eləyənlər ilə, sən haram eləyənlər ilə gecə, gündüz Allahın hədlərini, hududlarını tapdalayanlarla bir yerdə olsan, səndə iman öləcək. Çünki Muhammed sallallahu aleyhi və səlləm nə deyir? Kişi dostunun dinindədir. Sən də onun kimi batilə qərq olub gedəcəksən. Allah təala buyurur ki: "Vasbir nefseke ma'allezine yed'un rabbahum bil-ghadati vel-ashiyyi yuridun vecha." Gecə, gündüz, səhər, axşam Rəbbinin razılığını diləyərək ondan qorxanlar ilə, ona ibadət eləyib itaət eləyənlər ilə özünü səbirli apar. Deməli, kimlərlə bir yerdə olmağı tövsiyə edir Allah Teala? Allaha ibadət eləyən, səhər, axşam Allaha dua eləyən, əmirləri yerinə yetirib qadağalarından çəkinən xeyir əhli ilə bir yerdə ol.